Dünyanın ən asan San Sebastian cheesecake reseptini sizlərlə bölüşürəm. Çox ləzzətlidir. Yedikcə yemək istəyirsiniz və iddia edirəm ki, bunu hər kəs hazırlaya bilər. Çox ləzzətlidir. Yeyən hər kəs reseptini məndən soruşdu. Mən də reseptini sizlərə təqdim edirəm. Hazırlayacağımız qabın içərisinə 4 ədəd yumurtanı 1 stəkan şəkər tozu ilə ağarana qədər qarışdırmaqla başlayırıq. Stəkan ölçüsü 200 ml. Yumurtalar tam ağarıb köpükləndikdən sonra 600 qram labne pendiri əlavə edin. Ardınca 400 qram qaymaq. Qaymaq sulu və yaxud da qatı heç bir fərqi yoxdur. Siz hansını istəyirsinizsə ondan istifadə edə bilərsiniz. Bu qarışımı eyni tərkib hissəsi olana qədər qarışdırın. Sonda bir təpələmə yemək qaşığı un əlavə eləyin və yenidən qarışdırın. Məhlulunuz belə duru sıyıq halında olur, heç sizi qorxutmasın. Mən diametri 20 sm olan çəmbərdən istifadə etdim. Yağlı kağızı büküb çəmbərin içərisinə qoyun, daha sonra isə həmin məhlulu əlavə edin. Altı və üstü bərabər olmaqla öncədən isidilmiş 200 dərəcə sobada 55 dəqiqə bişirdim. Bəzi xanımlar isə üzəri tam yanana qədər bişirir. Belə boş olması sizi qorxutmasın, belə də olmalıdır. 55 dəqiqənin sonunda sobanın ağzını yarı açın, 25 dəqiqə də sobada elə gözləsin. Otaq temperaturunda soyduqdan sonra bir gecə soyuducuda dinləndirin. Görünüşü mükəmməl, dondurma kimi ləzzətli, dadına doymayacağınız artıq bir San Sebastian cheesecake reseptini öyrəndiniz. Bu qədər nuş olsun, göz haqqınızı halal eləyin. Bu və ya daha maraqlı videoların ardı üçün məni izləməyi unutmayın. Hələlik.